vaxtınız xeyirli uğurlu olsun bizim gözəl və dəyərli izləyicilərimiz. Yenə mən sizləri Mərdəkandan salamlayıram. Gəlmişəm sizlərə yeni satışa çıxan, çox qəşəng, yerləşməsi möhtəşəm, hansı ki Mərdəkanda İbo Marketin yaxınlığında Mellin Gözəllik Salonuna yaxın bir ərazidə 3.5 sotun içində inşa edilmiş bir bağ evi təqdim eləməyə. Bağımızın yerləşməsi möhtəşəm olduğu kimi özü də çox qəşəngdir. Daxil olarkən belə bizi güllər, çiçəklər qarşılayır. Əsl yay abu-havası var həyətdə. Burada görürsünüz, böyük bir avtomobiliniz üçün yeri var. Təbii ki, başqa bir alternativ üçün də istifadə edə bilərsiniz. Həyət genişdir. Qeyd etdiyim kimi 3.5 sotdur, amma məncə böyük görünür. Burada həyətimizin söhbətgahıdır, barbeküsü var, mətbəx mebeli yığılıb. İstəsəniz təbii ki, gələcəkdə buranı bağlaya da bilərsiniz. Yəni, bağlı bir mətbəx kimi də istifadə edə bilərsiniz. Qarşı tərəfdə isə hovuz var, dəyərli izləyicilərimiz. Hovuzumuzun uzunluğu 6, eni isə 4 metr, dərinliyi isə sadəcə 1 metr 60 santimetrdir. Yəni, boğulmayacaqsınız ən azından. Burada isə teras var. Hansı ki, stol-stolunuzu qoyub, burada da rahatlıqla əyləşə bilərsiniz. İndi isə istəyirəm, keçək evin içinə. Evimizin ümumi sahəsi isə 160 kvadratdır. Məncə elə kifayət qədər geniş bir evin, yəni kvadratı kifayət qədərdir. Daxil olduq qonaq otağı və mətbəxə, çünki ikisi bir aradadır. Burada belə TV stand üçün yer ayrılıb. Burada isə həmən qarşısında da mətbəx mebeli quraşdırılıb, hansı ki, özünün paltar yuyanı, sobası, soyuducusu, hər bir şeyi var. Bu arada düzgün demək üçün biz bilirsiniz də, bəzən rus sözlərindən istifadə edirik və bu da izləyicilərimizi narahat eləyə bilər. Ona görə çalışıram ki, o sözlərdən istifadə etməyim. Daxil olduq birinci yataq otağına. Bu yataq otağı da çox qəşəngdir. Özünün sanitar qovşağı var və giriş hissədə də mini bir dolabı var. Kameramız məni qabaqladı. Burada isə növbəti yataq otağı var. Yataq otağının ümumi sayısı 20 kvadratdır. Və bu hissədə isə evin ümumi sanitar qovşağı yerləşir. Çox qəşəng, son model, son tərzdə hər bir şey. Burada isə sonuncu və növbəti yataq otağıdır. Yataq otağında gördüyünüz kimi əşyalar var və burada özünün sanitar qovşağıdır. Gəldik bu videomuzun daha sonuna dəyərli izləyicilərimiz. Son olaraq qeyd etmək istəyirəm ki, evin qazı, suyu, işığı daimidir. Sənədləri qaydasındadır, yəni kupçası da var. Qiyməti isə sadəcə 275.000 manatdır. Təbii ki, Rüfət Aynur izləyicilərinə özəl olaraq endirimlərimiz olacaq. Bizi izləyən izləyicilərimizə endirimlərimiz olacaq. Məncə bu endirimlərdən yararlanın, elə zəng edin və gəlin elə yerindəcə baxın. Və bu arada bizləri izləməyi və kanalımıza abunə olmağı unutmayın. Hələlik.